Samirə əfəndini tanımıram. Necə olub ki, gedib ermənini qucaqlayıb, şirininlik edib də. Yerə soğun boynu. Adam qəhətdir sənə, gedib ermənini qucaqlayırsan. Kül təpənə, ay Samirə, 100 illərlə bunlar bizə qan uddurub. Uşaqlarımızı öldürüblər, əsir götürüblər. Başımıza olmazın oyunlarını açıblar. Sən indi durub ermənini qucaqlayanda utanmadın? Utanmırsan? Ayıb deyil. Adam bu qədərmi məntiqsiz iş görər? Hər şeyin həddi var. Ermənilərlə barışmışıq. Amma bu o demək deyil ki, sən gedib onu qucaqlayasan. Sən öz millətini, Azərbaycanlı balasını, türk vətəndaşını qucaqla da, sən ermənini niyə qucaqlayırsan? Bu söhbəti heç bir yerə yaza bilmirsən. Ayıb olsun ona. Bu sözləri Media News Aza açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib. O daha sonra əlavə edib ki, ermənilərin nəyi var ki, musiqiləri də olsun. Yeməkləri bizim, musiqiləri bizim, musiqi alətləri bizim, adət bizim, ənənə bizim. 44 günlük müharibədə onları diz çöktürdük. İndi sən nə olub ay Samirə, ermənini qucaqlayıb öpürsən? Musiqidə siyasət yoxdur. Hər kəs mənim kimi mərd ola bilməz. Hər kişinin müğənni ola bilməz. Hər kişinin işi deyil müğənni olmaq. Hər kişinin işidir müğənni olmaq. Hər kişidə o qabiliyyət ola bilməz ki, sözü insanın üzünə desin. Mən deyirəm və düşmən də oluram. Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsi keçirilib. Azərbaycanın müsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Yevrokaynaya 12 bal verib. Daha sonra o, Saranı qucaqlayaraq bağrına basıb.